Salam əziz tələbə adını qazanmaq istəyən şagirdlərimiz, bugün Güvən 2004 test toplusunun quantifiers mövzusunun suallarına baxırıq. Deməli, quantifiers yəni təyin edicilər. Bilirik ki, buradakı təyin edicilər few, a few, a little, little, much, many, a lot of kimi təyin edicilərdən danışacağıq. Gəlin suallara baxaq. Suallar əsasında da qaydalardan izahlarımı verəcəm. Birinci suala baxırıq. Birinci sualda Jane, can you help me? Mənə kömək eləyərsən? I'm sorry, I have only. Burada nəyə görürük? Bizə burada ipucu olaraq only verilir. Only a few, only a little şəklində işlədə bilərik. Yəni burada few bilirik ki, sayıla bilən cəm isimlərlə, little isə sayıla bilməyən tək isimlərlə işlənir. Time burada sayıla bilməyən isim olduğuna görə only a little time olacaq. Yəni variantımız Y variantıdır. İkinci suala baxırıq. There is light in the room. I can't see anything. Heç nə görə bilmirəm. Demək ki, otaqda işıq yoxdur deyəcəyik. Burada light, işıq sayıla bilməyən isimdir. A few-nu çıxıram. Çünki a few sayıla bilən cəm isimlərlə işlənir. Only a few-nu da çıxanda little-la only a little. Little yəni yetməyəcək qədər azdır. A little, a article, a little yəni yetəcək qədər azdır, amma kifayət eləyə biləcək formadadır. Amma bu a article-nun olmaması yəni yetməyəcək qədərdir, çox azdır mənasındadır. Only a little da bərabərdir little-a, yəni o da yalnız çox az mənasını verir. Yəni burada deməkdir ki, otaqda işıq yoxdur. Yəni belə deyək də bir növ little-ı, few-nu, esiz olanları biz inkar kimi götürürük. 3-4 doğru variant C variantı olacaq. Üçüncü suala baxırıq. There are problems. Problems sayıla bilən cəm isimdir. Burada little, much, a little sayıla bilməyən tək isimlərlə işlənir. A lot isə ümumiyyətlə özündən sonra isim gətirmir. Qalır B variantı, a few. Listen carefully, I shall give you advice. Advice sayıla bilməyən isimdir. Sayıla bilməyən few, a few, many və several. Bunlar özlərindən sonra sayıla bilən cəm isim gətirir. Düzgün variantımız a little, D variantı. Növbəti suala baxırıq. 5-ci suala baxırıq. 5-ci sualda yenə burada only bir tərəfdə only var, digər tərəfdə many sözü var. Many sayıla bilməyən isimdir. Only ya a little-la, only a little ya da ki only a few işlənəcək. Yəni bu bir sxem kimi yadımızda saxlaya bilərik. Only a little, only a few. Bu da nöqtələrdən sonra gələn isimin sayıla bilən, sayıla bilməyənə görə baxacağıq. Many sayıla bilmir, deyinə düzgün variantımız B variantı only a little money şəklində olacaq. Növbəti sualımız 6-cı sualdır. 6-cı suala baxırıq. Friends sayıla bilən cəm isimdir. Burada nəyi çıxıram? Bax, B-ni, C-ni, D-ni çıxıram. Çünki bunlar sayıla bilməyən isimlərlə işlənir. Sayıla bilməyən isimlərlə işlənir. Many, few. A variantı çox deməkdir. Few isə yox, yəni çox az deməkdir. Bunun üçün isə əvvəldə verilmiş cümləyə tərcüməsinə baxırıq. Elsa feels lonely in this city. Elsa özünü bu şəhərdə tək hiss eləyir. Deməli, onun dostları yoxdur. Yəni, çoxlu dostları olsa özünü tək hiss eləməz deyə tərcümə eləyəcəyik. The teacher gave us 7-ci suala baxırıq. Homework sayıla bilməyən isimdir. Sayıla bilməyən many-ni çıxdım, few-nu çıxırıq buradan. A lot of olmalıdır. Lot of diye bir şey yoxdur. Lots of var. A lot of var. Bir də a lot var. Yəni C variantı ümumiyyətlə səhvdir. Baxıram, yenə burada tərcüməyə baxa bilərik.
Too much, too much işte elə düzgün variantımız B variantıdır. Too a little diye bir şey yoktur. Too little olacaq. To'dur, so'dur özlərindən sonra article gətirmir. Düzgün variantımız B variantı olacaq. 8-ci suala baxırıq. 8-ci sualda 8-ci sualda people sözünü görürəm. Sayıla bilən cəm isimdir. Cəm isimdirsə a little, little, lot of ümumiyyətlə dedik yoxdur. A lot of deyə bir şey var. A lots of deyə bir şey də yoxdur. Lots of var. Qalır bir dənə very few people can say that they always tell the truth. Düzgün variantımız Y variantı. Çox az insan deyə bilər ki, onlar yalan, həqiqəti danışırlar. Can you give me chocolate? Chocolate sayıla bilməyən isimdir, sayıla bilməyən. A-dır, B-dir, C-dir, Y-dir. Bunların hamısı özündən sonra cəm isim gətirir. Qalır D variantı. A little chocolate. Burada water sözünü götürürəm. Water sayıla bilməyən isimdir. Few, a few, many cəm isimlə işlənir. A lot ümumiyyətlə isimlə işlədilmir. Qalır B variantı. Little water. Kaktuslar suya ehtiyacları yoxdur. Yəni çox az suya, yəni ehtiyacları yoxdur kimi tərcümə eləyə bilirik. We haven't got butter yağdır, yenə sayıla bilməyən isimdir. Burada sayıla bilməyən isimlə işlənən bir dənə D variantıdır. Much butter deyəcəyik. People sözünü veribdir, sayılan cəm isimdir. Biri götürürəm, a lot of hər ikisi ilə işlənir. Həm sayıla bilən cəm isim gətirə bilər a lot of, həm də sayıla bilən cəm isim, sayıla bilməyən tək isim. Hər ikisini gətirə bilər. Sonra buradan many götürürük. Many cəm isimlərlə işlənir və a few-nu götürə bilirik. 1, 2, 5. Düzgün variant A variantı olacaq. 13-cü suala baxırıq. 13-cü sualda yenə meat sayıla bilməyən isimdir. Sayıla bilməyən isimlə burada işlənir. Burada nəyə baxırıq? Cümləyə baxırıq. Çünki mən birinci buradan few-nu, a few-nu çıxıram. Çünki bunlar cəm isimlə işlənir. A lot of dedik hər ikisi ilə işlənir. Much-la little da hər ikisi ilə işlənir. Buradan da elə məntiqlə seçsəm, a lot of-la da much ikisi də eyni variantdır. A lot of da çoxlu deməkdir, much da çoxlu deməkdir. O zaman yerdə qalır little, yəni az götürəcəm. There is little meat in the fridge. Yəni soyuducuda ət yoxdur. Can you buy some? Ala bilərsən biraz deyir. 14-cü suala baxırıq. Flowers cəm isimdir. Cəm isimlə burada işlənir. A few variantını götürəcəyik. Such a few olacaq. Such a few. Such ümumiyyətlə, belə deyək də, such yalnız a lot of-la işlənir. Heç such a few deyə bir şey də yoxdur. Such yalnız a lot of-la işlənir. Such a lot of flowers deyəcəyik və salam. 15-ci suala baxırıq. 15-ci sualda we have variantlara görə seçəcəyik. Much time, we can miss the plane. Biz təyyarəni ötürə bilərik, buraxa bilərik. Buraxa biləriksə bizim çoxlu vaxtımız var deməyəcəyik. Bunu çıxırıq. 3-ü götürürük. We have little time, yəni vaxtımız yoxdur. A lot of time, much time-la a lot of time ikisi də eyni mənaya keçir, məna verir. Qalır 2 ilə 3. Doğru variantımız A variantıdır. Yəni hər ikisində də deyir ki, bizim vaxtımız yoxdur. Tələsməliyik mənasındadır. Yəni təyyarəni qaçırda bilərik. Növbəti suala baxırıq. 16-cı sualda so ümumiyyətlə article gətirmir. So-dur, to-dur article gətirmir. So, to özündən sonra isim gətirmir. Bunu işlətməyimiz üçün so few, so little, so many, so much şəklində istifadə edərək daha sonra ismi həmin o little, few, much, many-yə görə ismi qəbul edəcək. Burada so, a few deməyəcəyik, a few olmayacaq. So, a few olmayacaq, so few peoples, such few people deməyəcəyik, such özündən sonra a lot of-u gətirir.
Such a lot of people deyə bilərik. So many friends, too much money, 2, 4 doğru variant burada da A variantıdır. Baxırıq burada old buildings. Old buildings nədir? Köhnə binalar var. Yəni cəm isimdir. Cəm isimdirsə buradan much'ı çıxıram, little'ı çıxıram. Çünki bunlar sayılmayan isimlə işlənir. A few, many, a lot of. Many ilə a lot of da hər ikisi də eyni variantdır. Yəni many'ni qoya biləcəyim yerdə a lot of da işlədə bilərəm. Ona görə heç birisini işlətmirəm. Qalır burada a few. Daha doğrusu few. Yəni New York müasir şəhərdir. Orada köhnə binalar yoxdur deyəcəyik. Düzgün variantımız A variantı oldu. How-nu görürüksə, how özündən sonra how many ya da how much şəklində işlədəcəyik. A-nı, D-ni, C-ni çıxıram. Lessons cəm isim olduğuna görə many-ni işlədəcəyik. Men özündən sonra sayıla bilən cəm isim gətirir. Düzgün variant Y variantı oldu. 19-cu suala baxırıq. 19-cu sualımızda düzgün variantı seçirik. Little orange juice. Juice sayıla bilməyən isimdir. Little-la işlətməyimiz doğrudur. Only a few deyəcəyik. Ona görə buradan səhvdir. Only little time. Time neydi? Only little floor. Very little floor. Only a little olmalıdır. Buradan da bunu çıxdıq. Only a few, only a little şəklində istifadə olunur. Only little, only few deyə bir şey yoxdur. 1-4 doğru variantımız Y variantı oldu. 20-ci suala baxırıq. A few red paints. A few özündən sonra cəm isim gətirir. Biri çıxdı. A little dry wood. Wood odun deməkdir. Bilirik ki, maddə materiallar sayılmır. A little-la işlətməyimiz doğrudur. News, a little pieces deyə bilmərəm. A little özündən sonra sayıla bilməyən isim gətirir. İşlətməyəcəyik. Few bunches of grapes deyə bilərik. Bir neçə üzüm salxımları 4'ü götürə bilərik. 2, 4 doğru variant C variantıdır. Gəlin burada a little-ın işlənməsini geniş formada izah etmək istəyirəm sizə. Nə cür? A little həm özündən sonra sayıla bilməyən isim gətirir. Məsələn, a little deyək ki, boy deyə bilərəm. Baxın burada a little boy deyəndə bu artiklı, bu boyun artiklıdır. Yəni balaca bir oğlan. Little sözdə burada balaca mənasını verir. Bir də a little deyə bilərəm sugar. Burada artıq sugar sayıla bilməyən isim olduğuna görə mən burada a little sözü bir yerdə götürəcəm. Yəni a little az deməkdir, biraz deməkdir. Biraz şəkər, biraz qənd mənasında veririk. Amma a little özündən sonra cəm isim gətirməz. Ümid edirəm ki, bu aydın oldu. 21-ci suala baxırıq. 21-ci sualda there is no need to hurry. Tələsməyə ehtiyac yoxdur. We have got time. Time sayıla bilməyən isimdir. A few-nu çıxdıq. Deyir ki, burada baxın little-la only a little ikisi də eyni mənaya gəlir. Yəni ikisini də bir-biri ilə əvəz eləyib işlədə bilərəm. Little dediyim yerdə only a little da işlədə bilərəm. O zaman heç birisini işlətməyəcəm. Cavabımız olacaq D variantı. Tələsməyə ehtiyac yoxdur. Bizim vaxtımız çoxdur. Much time. 22-ci suala baxırıq. Monuments cəm olan bir isimdir. A little-ı buradan çıxıram. Little-ı çıxıram. Much-ı çıxıraq. A lot of-la few çox yoxsa az abidələr var. Köhnə abidələr var dediyimizin, yəni təsdiqini tapmaq üçün birinci cümləyə qaydırıq. This place very ancient. Bu yer çox qədimdir. Çox qədimdirsə, deməli burada çoxlu qədim abidələr var deyəcəyik. Few desək, qədim yerdir. Amma belə çıxır ki, burada qədim abidələr yoxdur. Amma var deyəcəyik. Ona görə düzgün variantımız A variantı. A lot of old monuments olacaq. Növbəti sualımız 23-cü sualdır. 23-cü sualda information sayıla bilməyən isimdir. Few-nu çıxıram, many-ni çıxıram.
A lot özündən sonra isim işlədilmir, a lot çıxıram. Only a little işlətdiyimizə görə cavab qalır D variantı. 24-cü sualda isə bizə wrong, yəni səhv variantı seçirik. A little hand soap, soap sayıla bilməyən isimdir. A little-la işlənməsi doğrudur. Bunu çıxırıq çünki bizə səhv lazımdır. A few slices olmalıdır. A few özündən sonra cəm isim gətirir. Yəni 2-ni götürdük. 3-də a few cups işlətməsi doğrudur. 3-ü çıxdıq. A little pieces bayaq dedik ki, a little özündən sonra cəm isim gətirməz. 4-ü saxladıq. 2, 4 A variantı doğrudur. Yəni biz səhvləri seçirdik. Ona görə 2, 4 səhvdir. 25-ci suala baxırıq. Plenty of ideas, plenty, a lot of, bunlar hər ikisi lots of həm sayılan cəm isimdən, həm də sayılmayan tək isimdən işlənir. Plenty of ideas doğrudur. A plenty of bir birləşmə yoxdur. Bunu yadımızda saxlayaq. Lots of time 2 doğrudur. Özündən sonra sayılmayan isim gətirir. A few özündən sonra cəm isim gətirməlidir. Cattle cəm isimdir. Much sayılmayan isim gətirməlidir. 1, 2 doğru variant A variantıdır. Növbəti suallarımıza baxırıq. 26-cı sualda. 26-cı sualda sister ate chocolate of chocolate. Aha, baxırıq burada but I ate only. İkinci tərəfdə only var. Bu tərəfdə isə chocolate. Yəni bizə nə deyir? Chocolate sayıla bilməyən isimdir. İkinci tərəfdə də chocolate, yəni isim verilməyibsə, birinci tərəfdəki verilmiş ismə görə ikinci tərəfdə dəyərləndirəcəyik. Yəni chocolate sayıla bilməyən isimdir deyinə. Mən ikinci tərəfdə onlydan sonra a little-ı götürəcəm. Burada baxıram, düzgün variantımız onda olacaq. Y variantı only a little. My sister ate a lot of. Bax, a lot of da buradadır. Chocolate, bacım çox şokolad yeyir, amma mən yemirəm mənasına gəlir. Düzgün variantımız Y variantı oldu. We won't miss the bus. Biz avtobusu ötürməyəcəyik. We have. Ötürməyəcəyiksə, deməli bizim vaxtımız çoxdur. Much time, biri götürürük. Little time, bir də a lot of time. 1, 4 doğru variant B variantıdır. Only a little time ya da little time o deməkdir bizim vaxtımız yoxdur. We have yenə time sözü sayıla bilməyən isimdir. Let's walk in the park. Bizim gəlin deyir parkda gəzək. Parkda gəziriksə deməli bizim vaxtımız var. Gəlin variantlara baxaq. Menini çıxıram, few'nu çıxıram. A lot özündən sonra isim gətirmir. Bunu çıxıram. Enough yoxsa little. Little yəni bizim vaxtımız yoxdur deməkdir. Vaxtımız yoxdursa parkda niyə gəzirik? Olacaq orada A variantı. Kifayət qədər, yetərli qədər vaxtımız var. Gəlin deyir parkda gəzək. 29-cu suala baxırıq. Such dedik, özündən sonra a lot of-u gətirir. Such a lot of fruit trees olardı. So many road accident 2 doğrudur. So a few dedik ki, so article-la işlədilməz. So much scientific progress doğrudur. Much özündən sonra sayıla bilməyən isim gətirir. Progress də sayılmır. Yəni 2, 4 doğru variant C variantıdır. Növbəti sualımıza baxırıq. 30-cu sual. There is bread. Bread sayıla bilməyən isimdir. Sayıla bilməyən isimləri işlədirik. Buradan few, a few-nu çıxdıq. Çünki onlar cəm isimlə işlənir. On the table. Stolun üstündə az ya da çox. Buradan da elə məntiqlə muchla a lot of-u çıxsaq yenə A variantı qalacaq. Yenə deyirəm, much, a lot of ikisi də eyni mənaya gəlir. Əgər bir yerə 2 dənə variant işlədə bilirəmsə, deməli heç birisini işlətməyəcəm. Yəni much-ı qoysam ora, a lot of-u da qoymamağım üçün heç bir problem qalmayacaq. Deməli heç birisini işlətməyəcəm. Little bread, yəni süfrədə çörək yoxdur. Zəhmət olmasa mətbəxdən gətir deyir. There is so dust. Burada dust toz deməkdir. Sayıla bilməyən isimdir. A lot-u buradan çıxıram çünki isim gətirmir. Few, a few-nu çıxıram çünki cəm isimlə işlədilir. So a little deyə bir şey yoxdur. So özündən sonra article gətirmir. Qalır A variantı. Much dust on the floor. Yer tozdur deyir. He is a liar. He has
O yalancıdır. Onun yalancıdırsa friends cəm isimdir. Buradan birinci maçı çıxıram. Yəni many ilə a lot of da çıxıram. Yuxarıdakı məntiqlə hər ikisi də eyni şeydir. A few yoxsa few çoxdur, yaxsa few'nu biz götürəcəyik nəyə görə? Çünki he has a few friends deyəndə onun bir neçə dostu var. Amma cümləmiz deyir ki, o yalancıdır. Yalancıdır və onun dostları yoxdur. Düzgün variantımız D variantıdır. 30-cu suala baxırıq. 33-cü sualda wrong, yəni səhv variantı seçirik. Too many problems, many özündən sonra cəm isim gətirir. Problems cəmdədir. Cəmdədirsə, deməli, işlədə bilərik, doğrudur. Biz isə səhv axtarırıq. Only a few days, only ilə işlənir. Days burada cəm isimdir. Few ilə işlənməsi doğrudur. Very few people, very few people işlədə bilərikmi? Very a few, a very few people verə bilərik. Very few people işlədə bilərik. Yəni belə deyim də, a very few people, very few people şəklində işlədə bilirik. Too much idea, idea sayıla bilən isimdir. Sayıla bilən isim muchla deyil, many ilə işlənər. Ona görə elə düzgün variantımız burada D variantı olacaq. So many pages, many özündən sonra cəm isim gətirir. Page cəmdədir, doğrudur. Digər suallara baxırıq. 34-cü sual. 34-cü sualda I have interest, maraq deməkdir. Sayıla bilməyən isimdir. Because, realı honest. Baxırıq burada birinci tərəf politicians, politikatçılar, siyasətçilər sayıla bilən isimdir. Yəni bir tərəfə sayıla bilməyən, digər tərəfə isə sayıla bilən isim gətir. Bax, buradan gəlin birinci. Bizə lazım olmayan, yəni variantları seçək. Lots deyə bir şey yoxdur. Lots of var. Nə variantda of var, nə də ki cümləmdə of var. Ona görə B-ni çıxdı. Interest sayıla bilməyən isimdir. Yəni burada birinci tərəfdə many sayıla bilməyən isimlər işlədilmir. Qaldıq burada. Gəlin buradan da elə ikinci tərəfə politicians cəmdə olan bir isimə görə little-la much-da çıxsam, düzgün variantım D variantı olacaq. I have little interest in politics. Mənim deyir siyasətə çox az marağım var. Because few politicians are really honest. Çünki yəni az demək olar ki, deyir siyasətçilər dürüst deyirlər. Few-nu ora qoymaqla cümləni inkara tərcümə edirik. Düzgün variantımız D variantı oldu. 35-ci suala baxırıq. Money sayıla bilməyən isimdir. Sayıla bilməyən isimlərlə dedik ki, such a little yoxdur. Such a lot of-la işlənir. Only a little-la işlənir. Plenty of verə bilərik. Very little verə bilərik. Yəni 2-4 Y variantı doğrudur. 36-cı suala baxırıq. So much information. Bəli, much özündən sonra sayıla bilməyən isimlə işlədilir. Information sayıla bilmir. Very little knowledge verə bilərik, doğrudur. Only a few news burada verə bilmərəm. Çünki a few özündən sonra nə gətirir? Cəm isim gətirir, olmayacaq. Lot of, a lot of ya da lots of var. Lot of deyə bir yəni təyin edicimiz yoxdur. Ona görə də 4-ü çıxırıq. Yəni 1-2 doğru variant D variantı oldu. Növbəti sualımıza baxırıq. Zera. Mistakes cəm isimdir. Cəm isimdirsə 2-4 doğru variantımız. Bir dəqiqə. Zera. Few mistakes. Daha doğrusu 2-3. Burada a lot of ya da lots of şəklində olmalıdır. 2-3 doğru variantımız D variantı oldu. 38-ci suala baxırıq. Much sports news, much sayılmayan isimlə gətirir. Doğrudur. Closest cəm isimdir. Many özündən sonra cəm isim gətirir. Much özündən sonra sayılmayan isim gətirir. Many inspectors, many özündən sonra cəm isim gətirir.
Yəni 3, 4 səhvdir. 1, 2 doğrudur. D variantı doğrudur burada. Növbəti suala baxırıq. Only dedi ki only ya a few'dur ya da a little'dır. Buradan D'ni, buradan da y'ni çıxıram. Flats cəmisim olduğuna görə a little'ı da çıxdım. İkinci tərəfə isə baxıram. Baxın, bayaq dedim ki, əgər ikinci tərəfdə bizə isim verilməyibsə, yəni isim ixtisara düşübsə, deməli mən birinci tərəfdə verilmiş isimə əsasən buradakı təyin edicini yazacağım. Yəni burada flats cəmdədirsə, A-dan da maçı çıxdığıma görə C variantı doğru olacaq. Növbəti suallarımıza baxırıq. Növbəti sualımız isə nowadays families cəmdə olan bir isimdir. Cəmdə olan ismi few ya da ki only a few, hər ikisi də bir-birinə bərabərdir. Az, yəni yox. Heç bir ailə. Nowadays families have more than 3 children. Günümüzdə yəni ailələrin 3-dən çox uşaqları olmur deyəcəyik. Burada few, only a few cümləni inkara tərcümə eləyir. 1, 4 düzgün variantımız A variantı oldu. She spends money sayıla bilməyən isimdir. Plenty of-dan olmalıydı. Çıxdıq biri much money, several cəmisim gətirir. Bir də a lot of money, 2, 3 doğru variant C variantıdır. 42-ci suala baxırıq. Homework sayıla bilməyən isimdir. Sayıla bilməyən isimlərlə a little-la bir də much 1, 2-ni götürəcəyik. Bu da C variantıdır. Lot of diye bir şey yoxdur. Ya a lot of'dur ya da lots of şəklində istifadə eləyirik. Keçdik növbəti sualımız 43-cü sual. 43-cü sualda workers were given uniforms yesterday. Workers cəmisimdir. Cəmisimdirsə A-nı çıxıram. Only a few ilə işlənir. D-ni çıxdım. A lot özündən sonra isim gətirmir. A lot özündən sonra isim gətirmir. A lots of diye bir şey yoxdur. Ya lots of deyəcəyik ya da a lot of şəklində deyəcəyik. Burada da variant B variantıdır. 44-cü suala baxırıq. The beach was almost empty. Dəniz kənarı demək olar ki, boş idi. There are only swimmers cəmisimdir. Cəmisimdirsə only a few, o da A variantını istifadə edəcəyik. 45-ci suala baxırıq. To var. Paint boya deməkdir. Yəni paint sayıla bilməyən isimdir. Mən burada too much ya da ki too little şəklində 1-2 C variantını istifadə edəcəyik. To article gətirmir. To a little, a lot of deyə bilmərəm. Növbəti suallara baxırıq. Növbəti sualımız 46-cı sual. Question'ı görürəm. Cəmisimdir. Cəmisimdirsə mən burada C-ni çıxdım. A little işlənməz. A lot deyə bir təyin edicimiz yoxdur. Little sayılmayan isimlərlə işlənir. Much sayılmayanla işlənir. Qalır D variantı. A few questions. I have money sayıla bilməyən isimdir. Yəni sayıla bilməyən isimdirsə birinci tərəfə görə D-ni, Y-ni çıxıram. Yenə deyirəm ki, ikinci tərəfdə nöqtələrdən sonra isim yoxdursa, birinci tərəfin isiminə görə burada dəyərləndirəcəm. Yəni money sayılmayan isimdir. Sayılmayan isimdirsə mən burada C-ni də few-yə görə çıxıram. Qalıram A ilə B-nin arasında. Burada isə artıq tərcümə edərək baxacağım. I have a lot of money, çoxlu pulum var. And I can lend you a little, sənə biraz verə bilərəm, borc verə bilərəm. A variantı tərcümədə uyğun gəlir. B-nin tərcüməsində deyirsə I have little money. Mənim pulum yoxdur, sənə çoxlu verə bilərəm deyə bilməyəcək. Pul yoxdursa hardan verəcək? Ona görə B-nin tərcüməsi oturmadığına görə A variantı doğrudur. Money növbəti sual 48-ci sualda money sayıla bilməyən isimdir. Sayıla bilməyən isimlər işlənir. A little, much, only a little yoxsa A. Burada nə var? Deməli bu variantlarda 1, 2, 3, 4-ün hamısı money ilə işlədə biləcəyimiz bir sözdür. Amma cümlədə fortunately, yəni xoşbəxtçilikdən, they lost, onlar deyir uduzdular. Money on that situation, bu deyir vəziyyətdə onlar xoşbəxtçilikdən, yəni little money deyəcəyik.
Yəni burada little money deyəcəyik. 1, 2. Az pul itirdilər. Xoşbəxtçilikdən çox pul itirdilər deyə bilmərik. Əgər unfortunately olsaydı, bəli, o zaman deyərdik ki, much money. 1, 2 doğru variant B variantıdır. Bunu isə tərcümə ilə tapdıq. Növbəti sual 49-cu sualdır. Mushrooms, göbələklər cəmdə olan bir isimdir. Cəmdə olan isimdən burada a few, many işlədəcəm. 1, 2 C variantı doğru variantdır. Növbəti sualımıza baxırıq. 50-ci sual. Yenə mən burada only-ni görürəm və passenger cəmdə olan bir ismi görürəm. Burada da only, a few B variantı istifadə edəcəyik. 51-ci suala baxırıq. Money-ni görürəm. Money sayıla bilməyən isimdir. Sayıla bilməyən isimdirsə mən burada a few-nu, such, much deyə bir şey yoxdur. A lot ümumiyyətlə özündən sonra isim gətirmir. Many, enough. Many-də çıxıram. Çünki many cəmsimlə işlənir. Qalır burada bir dənə D variantı. Enough özündən sonra sayılan cəmsim, sayılmayan tək isim gətirir. 52-ci suala baxırıq. People sözünü görürük. Cəmdə olan bir isimdir. A little çıxdım. Much çıxdım. Burada qalıram A, B, C-nin variantında. Yuxarıda da bu tipdə artıq test çıxmışdır. Many ilə a lot of ikisi də eyni şeydir. İkisini də çıxacağım. Qalacaq few. Düzgün variantımız C variantı olacaq. Növbəti suallara baxırıq. 52-ci sualda vegetables, fruit görürəm. Fruit sayıla bilməyən isimdir. Vegetables ise cəmdə olan bir isimdir. Buna görə seçəcəyik. So few verə bilərəm. Buradan gəlin bax A-nı çıxıram. Nəyə görə? İkinci tərəfdə much-la verə bilmərəm. Çünki cəm isimdir. Such a little bir deyə bir yoxdur. Təyin edicimiz yoxdur. Such a lot of deyirik. Çıxdım. So many-ni fruitla işlədə bilmirəm. Birinci tərəfə görə C-ni çıxdıq. Such a lot of, so much D-ni saxlayıram. Such a lot of, so many. Yox, D-ni ikinci tərəfə görə çıxıram. Çünki much burada vegetable-la işlətməyəcək. Qalacaq Y variantı. Such a lot of fruit, so many vegetables işlədə bilərik. 54-cü suala baxırıq. A few pairs of trousers bir doğrudur. A little sheets deyə bilmərəm. A little özündən sonra sayılmayan isim gətirir. Verməyəcəyik. A little furniture shops deyə bilmərəm. Shops cəm isimdir. Burada a little-la işlədə bilmərəm. A few pairs of shorts. Bəli, bunu işlədə bilərəm. A few cəm isim gətirir. Doğrudur. 1, 4 doğru variantımız A variantı oldu. 55-ci suala baxıram. The museum was very crowded. There were two və people-ı görürəm. People cəmsimdir. Cəmsimdirsə burada too many ilə işlədəcəyik. Too many, too much, too few, too little şəklində işlədə bilirik. Düzgün variantımız C variantı oldu. Növbəti suala baxırıq. 56-cı sualda guess cəmdə olan bir ismi görürəm. Cəmdə olan bir ismi görürəmsə burada dedik ki lots of deyə bir şey yoxdur. Ya a lot ofdur ya da lots ofdur. Biri çıxdıq. A little özündən sonra sayıla bilməyən isim gətirir. 2, 3 doğru variantımız Y variantı oldu. 57-ci suala baxırıq. Minutes var burada. Nədir minutes? Sayıla bilən cəm isimdir və photos var. Yenə sayıla bilən cəm isimdir. Yəni A-nı burada çıxıram. A little-a görə B-ni saxlayıram. B-ni işlədə bilərik. A little C-ni çıxıram. Çünki cəm isimlə işlədilmir. Sayılmayan isimlə işlənir. Burada ikinci tərəfdən much-ı çıxıram. Photosla verə bilmərəm. Y-də də elə a little photosla işlədə bilmərəm. Düzgün variantımız B variantı oldu. B variantı oldu. Növbəti suallara baxırıq. Növbəti sualımız 58-ci sual. 58-ci sualda isə düzgün variantı seçirik. Only a little pieces deyə bilmərəm. A little pieces cəm isimlə işlədilmir. Çıxdıq.
Only a few slices of bread verə bilərəm. Doğrudur. Only a few işlətməliyim. Çıxdı. Only a few old benches verə bilərəm. Bu doğrudur. Yəni 2, 4 A variantı doğru oldu. 59-cu suala baxırıq. Money sayıla bilməyən isimdir. Manatsı isə sayıla bilən və burada da onlu var. Birinci tərəfdən baxıram, B-ni çıxıram. Birinci tərəfə görə çünki many money deyə bilmərəm. Manats cəmdə olan isimdir. Buradan ikinci tərəfə görə A-nı, C-ni çıxıram. Y ilə D-nin arasında qaldıq. Burada da onlu bizim köməyimizə gəlir. Only a few işlədərəm. Düzgün variantımız Y variantı olacaq. 60-cı suala baxırıq. Work sayıla bilməyən isimdir. Many-ni çıxdım, few-nu çıxdım. So a little olmalı çıxdım, very little. Yoxsa much, such da buradan muchla işlədilmir. Qaldı burada da B variantı. Very little work. Some peoples in our class are very lazy. Sinifimizdəki uşaqların çoxsu deyir, çox tənbəldir. Onlar deyir ki, yəni demək olar ki, iş görmürlər, ev işlərini etmirlər. These irons produces steam for cotton fabric. Steam buxar deməkdir. Sayıla bilməyən isimdir. Sayıla bilməyən isimlə 2, 3 A variantı. Much steam, a lot of steam sayıla bilməyən isimlərlə işlənir. Düzgün variant A variantı oldu. Növbəti suala baxırıq. 62-ci sualımız. Samples of plants. Samples cəmdə olan bir isimdir. Cəmdə olan isim 2, 4. Düzgün variantımız D variantı. A few, several özündən sonra cəm isim gətirir. 63-cü suala baxırıq. Traffic sayıla bilməyən isimdir. A lot isimlə işlədilmir. Lots of işlədə bilərik. Amma burada lots of-u çıxıram. Çünki many var, many də çıxacam. Lots of-la many ikisi də eyni şeydir. Yəni many sayıla bilməyən isimlə işlənir. Bir dəqiqə, yox. Səhv getdik. Elə yəqin ki, variant lots of olacaq. Çünki trafik burada sayıla bilməyən isimdir. Many-ni çıxıram. Few, a few-nu çıxıram. Çünki cəm isimlə işlənir. A lot ümumiyyətlə isimlə işlənmir. Lots of, bəli, burada lots of dedik ki, həm sayılan, həm də sayıla bilməyən isimlərlə işlənir. Trafik sayıla bilmir. Lots of da orada işlədə bilərik. 64-cü suala baxırıq. Popularity, məşhurluq sayıla bilməyən isimdir. Few, a few, many çıxdıq. A lot isimlə işlədilmir. Qalır A variantı. Növbəti suallarımıza baxırıq. 65-ci sualda. Cement has been used for this column. Cement deməkdir elə. Sayıla bilməyən isimdir. Sayıla bilməyən isimdirsə few-nu çıxdım, many-ni çıxdım. Too, a little deyə bir şey yoxdur. Too little ola bilər. Very, a lot of, too much, very, a lot of işlədilmir. Too much cement has been çoxdur cement. Bu dirəklərdə istifadə olunub. Düzgün variantımız olacaq B variantı. Very, a lot of işlədilmir. Very few, very little şəklində işlədə verə bilərik. 66-cı suala baxırıq. Yenə burada traffic var. Bir də such var. Such a lot of-la işlənir. A lot of həm sayılan, həm də sayıla bilməyən isimlə işlənir. Düzgün variantımız Y variantı olacaq. The flood affected of farmers in the village. Nəyə baxırıq? Farmers, much of, a little. Burada oflu işlətməyə baxırıq. Yəqin ki, 3 verəcəyik. A lot of, bir də a number of farmers. Bir sıra fermerlərə təsir etdi. İşlədəcəyik. Farmer sayıla bilməyən isimdir. A little-la işlətməyəcəyik, much-la işlətməyəcəyik. 3, 4 doğru variantımız D variantı olacaq. A number of, a lot of şəklində. 68-ci suala baxırıq. Interesting articles cəmdə olan bir isimimiz var. Plenty of-la işlədilir. A little sayılmayanla işlənir. Lots of-la işlənir. Articles cəmdə olduğuna görə much verməyəcəyik. Düzgün variantımız B variantı oldu. Növbəti sualımız 69-cu sual. Seeds cəmdə olan bir isimdir.
Cəmdə olan bir isimlə much çıxdım, little çıxdım. A lot of-la many ikisi də eyni mənaya gəlir. Düzgün variantımız A variant. A yox, bir dəqiqə burada sual formasıdır. Bir dəqiqə sual formasıdır. How-nu görmədim. How many ya da how much burada da olacaq. How many seats cəmdə olan bir isimdir. How many ilə işlədəcəyik. 70-ci suala baxırıq. Of var. Of-la burada işlənən A variantı plenty of olacaq. She boiled plenty of water deyəcəyik. 71-ci suala baxırıq. Do we need any meat? Ətə ehtiyacımız var. No, xeyr, there is. Deməli, yenə deyirəm, burada birinci tərəfdə söhbət meatdən gedir, ikinci tərəfdə heç bir isim yoxdursa, deməli, ikinci tərəfdə də elə meatdən danışırıq, yəni əti nəzərdə tutur. Sayıla bilməyən isim olduğuna görə few-nu çıxdıq, many-ni çıxdıq, much. No, there is much, xeyirdir, çox var, enough, kifayət qədər var, 1-4 doğru variant, burada da A oldu. 72-ci suala baxırıq, paper sayıla bilməyən isimdir. So many pieces of paper deyə bilərik. Biri götürürəm. So much, much sayıla bilməyən isimlərlə işlənir. Burada oflu birləşmə var. Oflu birləşmədə biz ofa qədər olana baxacağıq. Yəni so many pieces bura qədərinə baxırıq. Many cəm isimlə işlənir. Cəm isim verib deyinə doğrudur. Much sayıla bilməyən isimlə işlənibdir. Burada pieces cəmdə isimdir. Ona görə işlətməyəcəyik. 2-4-də isə oflu birləşmə yoxdur. Yəni birbaşa birləşmə var paper sözü ilə. So little paper verə bilərik. Paper sayılmayan isimdir. Few isə paperla işlədilmir. Yəni 1-2 variantı doğru variantdır. Növbəti suala baxırıq. 73-cü sualda instructions təlimatlar deməkdir. Cəm isimdir. So, much'dır, little'dır. Bunlar sayılmayandan işlənir. Such a lot of-la işlənir. So many, so a few deyə bilmərəm. Qalır C variantı. Düzgün variantımız. 74-cü sualda noise sayıla bilməyən isimdir. A lot of noise, bir də much noise. 1-4 hər ikisi sayıla bilməyən isimlə işlənir. Doğru variant Y variantı oldu. 75-ci suala baxıram. 75-ci sualda news programs var. Baxın, burada 2 dənə isim yanaşı gəlib. Biz deyirik ki, 2 isim yanaşı gələrsə, birinci isim deyil, ikinci isimə baxacağıq. Programs sayıla bilən cəm isimdir. Yəni, mən burada cəm isimə görə götürürəmsə, 3-4 doğru variant D variantı olacaq. A lot of news programs, so many news programs deyəcəyik. Yəni, söhbət news'dan deyil, programs'dan gedir. Ona görə D variantı doğru oldu. 76-cı sualda səhv variantı tapırıq. Səhv variant so many times. Elə A variantı burada səhvdir. Çünki yox, səhv deyil. Nəyə görə səhv deyil? Times bilirik ki, 2 formada işlənir. Həm saat mənasında, zaman mənasında, həm də ki, dəfə mənasında. So many times neçə dəfələrlə. Yəni A doğrudur. So little money deyə bilərik. So few kettles. Kettles burada few özündən sonra cəmsim gətirir. Kettles çaydan deməkdir, dəmlik deməkdir. Cəmdə olmalıydı, sayıla bilən isimdir. Such a lot of tea işlədə bilirəm. So much rubbish sayıla bilməyən isimdir. İşlənməsi doğrudur. Yəni Y variantı doğrudur. 77-ci suala baxırıq. Burada bir of var. Of varsa, of his paintings have been lost. Paintings'dən söhbət gedir. Yəni rəsimlərdən. Onun rəsimlərinin çoxu, rəsim cəm sayıla bilən isim olduğuna görə a few of his, yəni many of his deyə bilərik. 2-3 doğru variant D variantıdır. 78-ci suala baxırıq. 78-ci sualda much loaves of bread. Burada oflu birləşmədə varsa, baxın, ofa qədərə baxıram. Much özündən sonra sayılmayan isim gətirir. Yəni loaves orada işlədə bilmərəm. Many glasses of water verə bilərəm. A few baskets of apples verə bilərəm. Yəni oflu birləşmədə ofa qədərə
baxıram. F-i özündən sonra cəmsim gətirir. Doğrudur. So much furniture shop. Burada isə oflu birləşmə yoxdur. Birbaşa birləşibdir. Shop. Ən sonuncu ismə baxıram. Furniture-yə deyil, shop-a baxıram. Shop sayıla bilən isimdir. Much isə sayıla bilən isimlərlə işlədilmir. 2-3 A variantı doğrudur. Is there sugar in your tea? Sugar sayıla bilməyən isimdir. İkinci tərəfdə də sugar-yə görə baxacağıq. Yəni bizə elə ikinci tərəfə baxsam, cavab ya dedi ya da ki yedir. Çünki only ya a little ya da a few'dur. Sugar sayılmadığına görə a little'dan istifadə edirəm. Y variantı olacaq. Much sugar, few cəmsimlə işlənir. Düzgün variantımız Y variantıdır. How'nu görürəm. How ya many'dir ya da much'dır. Fish burada sayıla bilən isimdir. Təki cəmi eyni olan isimdir. Yəni many'ni götürəcəm. Yəni cavab burada ya C'dir ya da ki B'dir. Ya C'dir ya da ki B'dir. İkinci tərəfdə baxırıq. I catch. Burada da ikinci tərəfdə a lot özündən sonra isim gətirmədiyinə görə qalır elə C variantı. Növbəti sualımız 81-ci sual. 81-ci sualda yenə so much of fields cəm isimdir, much'ın işlədilməz. Such a lot of cattle cəm isimdir, işlədirik. A few sacks of wheat işlədirik. Few of-a qədər sacks cəm isimdir, doğrudur. Such a lot of bus stops olmalıdır. Yəni avtobus dayanacaqları mənasını verir. Yəni özündən sonra cəmsim gətirməlidir. Sayılırsa cəmsim olmalıdır. 2-3 D variantı doğru oldu. 82-ci suala baxırıq. So little monuments cəm isimdir. So little ancient monuments. Burada belə deyək, variantlara baxaraq, çünki monuments balaca mənasını da versə, so little ancient işlətməyəcək, çünki təyin edici kimi götürürük, cəmdə olmalıdır. So many pieces olmalıdır. So many silver medals doğrudur. So much folk music doğrudur. Yəni folk music sayıla bilməyən isimdir, much'la işlədilməsi doğrudur. Düzgün variantımız 3, 4, B variantı. 83-cü suala baxırıq. 83-cü sualda yenə düzgün variantlara görə seçəcəyik. So few problems işlədə bilərik. So many problems verə bilərik. Very few problems. Such a lot of problems. I am very happy. Variantların əslində hamısı doğrudur. Cümlənin tərcüməsinə görə baxacağıq. Tərcümədən tapacağıq, çünki belə hamısı doğrudur. I am very happy. Mən çox xoşbəxtəm. Because have been solved. Yəni xoşbəxtəm çünki yəqin ki problemlərimin çoxu həll olundu desəm, 2 ilə 4'ü götürə bilərik. So many problems, such a lot of problems. O qədər problemlərimin o qədər çoxu həll olundu deyə deyir. Çox xoşbəxtəm. 2-4 B variantı doğru oldu. Tərcümə ilə tapdıq. 84-cü suala baxırıq. F özündən sonra cəmsim gətirib cəmdədirsə doğrudur. Exciting news a little özündən sonra sayılmayan isim gətirib news sayılmırsa doğrudur. F bunches olmalıdır. Oflu birləşmələrdə ofa qədər baxırıq. Bura deyil. Bunches cəmdə olmalıydı. A little baskets burada da sayıla bilməyən isim olmalıydı. Ya da of olmamalıydı. Səhvdir. 1-2 doğru variantımız C variantıdır. 85-ci suala baxırıq. Sports facilities, facility avadanlıq cəmdə olan bir isimdir. Cəmdə olan ismi isə 2-4 B variantı. A lot of many ilə işlədəcəyik. Növbəti sualımız 86-cı sual. 86-cı sualda times. Baxın burada times yuxarıda da dedim ki 2 formada işlənir. Bir dəfə deyirik, bir də ki zaman mənasında veririk.
Bunun sayıla bilib bilməyənini necə bilirik? Əgər cəmdə veribsə, deməli burada dəfədir. Yəni sayılıb ki, cəmlənibdir. Time verirsə, deməli burada sayılmayan isimdir. Zaman mənasını göstərir. Buradan da many times, several times dəfələrlə, bir neçə dəfə mənasını verir. 1, 2 doğru variantımız Y variantı oldu. Növbəti sualımız 87-ci sual. 87-ci sualda da fruit trees. Baxın, fruit deyil, trees'e baxacağıq. Cəmdə olan bir isimdir. 1, 3 doğru variantımız C variantı olacaq. Çünki cəm isim gətirir a lot of-la many. 88-ci sualda cigarettes cəm isimdir. Cəm isimdirsə bu tərəfdə beer sözü verib içki deməkdir. Aha, baxırıq burada he was advised to smoke and drink. Ona deyir, məsləhət olunub ki, yəqin ki, daha az siqaret çəkib, daha az içsin mənasını verəcək. Cigarettes cəmdə olan isimdirsə, burada less-i çıxırıq. Less nə deməkdir? Less, little-ın müqayisə formasıdır. Yəni, little nə deməkdir? Az deməkdir. Less isə daha az deməkdir. Few da few'dır, yəni few'nun müqayisə formasıdır. Little sayıla bilməyən isimlə işlənirsə, less də sayıla bilməyən isimlə işlənəcək. Cigarettes cəm isimdir. Yəni buradan cəm isim olduğuna görə less-i çıxırıq. Little-ı da çıxdıq, qaldıq B ilə D-nin arasında. Beer burada sayıla bilməyən isimdir. Yəni few-dan da buradan çıxsaq, çünki sayıla bilənlərlə işlənir. Düzgün variantımız olacaq B variantı. 89-cu suala baxırıq. A few busy ports, few özündən sonra cəm isim gətirir, doğrudur. A few strong fortress, few özündən sonra cəm isim gətirir. Fortresses qala deməkdir, cəmlənməli idi. Few entertaining contests cəmlənməli idi. Few özündən sonra cəm isim gətirir. A few additional resources cəmdədir, deməli doğrudur. 1-4 doğru variantımız D variantıdır. Növbəti suallarımıza baxırıq. 90-cı suala. Deməli 90-cı sualda traffic lights, trafik işıqları, lights cəmdə olan bir isimdir. Cəmdə olan bir isimdirsə, deməli mən cəm isimləri seçəcəm. A-nı çıxıram, Y-ni çıxıram, B-ni çıxıram. İkinci tərəfdə də traffic lights cəm isim olduğuna görə only a few-nu işlədəcəm. Yəni düzgün variantımız D variantı olacaq. 91-ci suala baxıram. Difficulties yəni nədir? Çətinliklər deməkdir. Cəmdə olan bir isimdir. Maçı çıxıram. A lots of deyə təyin edicim yoxdur. Çıxıram. A little çıxıram. Plenty of-la işlədilməli idi. Qaldı D variantı many. 92-ci suala baxıram. Such a lot of-la işlənir. Düzgün variantımız C variantı. 93-cü suala baxırıq. Things cəmdə olan bir isimdir. Only a few ilə işlənilir. Little sayılmayan, a lot ümumiyyətlə isim gətirmir. Much isə sayılmayan isimlə işlənir. Düzgün variantımız B variantıdır. Növbəti suallarımıza baxırıq. 94-cü sual. 94-cü sualda people cəm isimdir. Burada da so var. So, a few işlədilməz. Little-la vermirəm people-ı. So many işlədəcəm. So-ya görə burada qalır B variantı many. Tourists visit Antarctica. They can see interesting things. Aha, burada nə var? Cəmdə olan bir isimimiz var. İkinci tərəfdə də cəmdə olan bir isim var. Baxırıq burada variantlardan nəyi çıxa bilərik? A lot özündən sonra isim gətirmir. Plenty of-la işlənir. Much sayılmayan isim gətirir. Çıxdım. Buradan da much-ı çıxdıq. Qalıram A ilə B-nin arasında. Burada many hər iki tərəf
doğrudur. Few az deməkdir. A lot of çox deməkdir. Neyniyəcəyik? Cümləni tərcümə eləyəcəyik. Many tourists visit Antarctica. Çox turist Antarktidaya baş çəkdir. They can see a lot of interesting things. Yoxsa few interesting things. Çox şeylər gördülər, yoxsa az şeylər, maraqlı şeylər gördülər. Təbii ki, B variantı doğru olacaq. Çoxlu turist baş çəkdi və çoxlu maraqlı şeylər gördülər deyəcəyik. Cümlənin mənası necə dəyişilə bilər? Cümlədə burada bir bat bağlayıcısı olsaydı, bəli, məna dəyişilərdir. Amma olmadığına görə B variantı doğrudur. 96-cı suala baxırıq. Bayaqdan deyirik, D variantını indidən işarəliyim. Nəyə görə? Çünki bayaqdan deyirik ki, özündən sonra isim gətirmir. Baxırıq nöqtələrə. Nöqtələrdən sonra isim yoxdur. About the weather, hava haqqında deməkdir. Burada isim yoxdur. Söz önü gəlir birbaşa. Təyin edicilər söz önləri ilə işlədilmir. A lot of D variantı doğru oldu. Digərlərin hamısı özündən sonra isim gətirir. A lot isə isim gətirmir. A lot özündən sonra isim gətirmir. 97-ci suala baxırıq. 97-ci sualda to a few deyə bilmərəm. To few deməkdir. Such lots of. A lot of-la işlənir. Səhvdir. Very a little salt. So many goose. Many geese olmalıydı. So much dust. Y variantı belə deyək də. A very little salt. Yəni burada article very'dir, so'dur, to'dur. Bunlar özlərindən sonra article gətirmirlər. Düzgün variantımız Y variantı oldu. 98-ci suala baxırıq. 98-ci sualda such a lot of-la işlənir. Çıxdıq. Many özündən sonra cəm isim gətirir. Few sayılmayan isimlə işlədilmir. Progress D variantını götürdü. Plants olmalıydı. A lot özündən sonra cəm isim gətirir ya da sayılmayan isim gətirəcək. 99-cu suala baxırıq. A lot cəm isim gətirir. Cəmlənməli idi. Sonra lot of deyə bir yoxdur. Lots of olmalıdır. A few sayılmayan isim gətirmir. Ship sayılır, cəmdir. Much ship deyə bilmərəm. Qalır D variantı many pages. Such a lot of liquid işlədə bilirəm. Such a lot of-la işlədilir. So article-la gətirmir. 1, 4 doğru variant A variantı oldu. Növbəti sualımıza baxırıq. A lot of özündən sonra ya sayılan cəm isim ya da sayılmayan isim gətirir. Sayılan cattle cəmdə olan bir isimdir. Malqara deməkdir. Həmişə cəm isimdir. Rice sayılmayan isimdir. Mountains ya da painters olmalıydı. 1, 3 doğru variant Y variantı oldu. 102-ci suala baxırıq. So old furniture. Belə deyək də, so özündən sonra birbaşa isim qəbul etmir. So isim qəbul etməsi üçün so many, so much, so few, so little şəklində istifadə edib daha sonra ismi qəbul edə bilərik. So old deyə bilərik, furniture orada işlədə bilmərik. Yəni burada furniture səhvdir. Too many bees verə bilərəm. Too many bees. Such dedik ki such a bad news. Such, burada əslində such bu sifət soran isimdir. Səhv olan nədir burada? Burada əslində təyin edici quantifiers gəlməyib, sadəcə sifət gəlibdir. News sayıla bilmən isim olduğuna görə burada A artiklını işlətməyəcəm. Amma animal 4-də isə animal sayıla bilən tək isimdir. A artiklını verməyi doğrudur. Such təyin edicilərdən a lot of işlədir. Yəni 4 doğrudur. 2, 4 doğru variantımız Y variantıdır. 103. Too many news deyə bilmərəm. News sayıla bilməyən isimdir. Many ilə işlədilmir. Few pieces olmalıydı. Oflu birləşmə varsa ofa qədər gəlirik. Verməyəcəyik. A few kilos doğrudur. Several bunches doğrudur. 3, 4 A variantı doğrudur.
104-cü suala, növbəti suala baxırıq. Many özündən sonra cəm isim gətirməlidir, səhvdir. Lot of yoxdur, ya lots ofdur, ya da a lot ofdur. Olmayacaq. Few traffic science işlədə bilirik. Traffic değil, science-a baxırıq. Few cəm isim gətirir. Much, teaspoon, bir də much olmaz burada. Spoon, teaspoon, yəni çay qaşığı deyirsə, qaşıq sayıla bilən isimdir. Muchla işlədilməz. Lots of pictures olmalıydı. Elə buradan düzgün variant C variantı oldu. 105-ci suala baxırıq. Rubbish sayıla bilməyən isimdir. So much rubbish deyə bilərəm. Such many ilə işlədilməyəcək. Such təyin edicilərdən a lot of-la işlədiləcək. To, a few deməyəcək. To article işlədilmir. Such a lot of pollution deyə bilərik. Yəni 1-4 doğru variant B variantı oldu. 106-cı suala baxırıq. A few özündən sonra cəm isim gətirir. A few culture places cəm isim gətirir. Few strong restless cəmdir. Buildings cəmdir. Yəni 3-4 doğru variant yenə B variantı oldu. 107-ci suala baxırıq. Space boş yer deməkdir. There is not space to park your car. Sayılmayan isimdir. Sayılmayan isimdirsə A-dır, D-dir, C-dir. Çıxıram. Numeros saysız hesapsız deməkdir. Yəni saysız hesapsız deyiriksə cəmdə olan bir isimdir. Qalır B variantı. Enough. Kifayət qədər yer yoxdur maşını park etməyə. Növbəti sualımıza baxırıq. Növbəti sualımız 108-ci sual. 108-ci sualda isə experience təcrübə deməkdir. Unfortunately qabaqda bir təəssüf ki sözü var. Bu da cümləmizə təsir edir. Unfortunately he has təəssüf ki o in field. Bu sahədə onun təcrübəsi deyəcək isə təəssüf ki yəqin ki little yoxdur təcrübəsi deyəcək. Burada much, a lot of ikisi də eyni mənaya gəlir. Few, a few isə sayıla bilən isimlə işlənir. Qalır little. Yəni unfortunately sözü də orada ona təsir edir. How-nu gördüksə ya many'dir ya much'dır. Diğer burada cəm isimdir. Ona görə D variantı many'ni götürdü. Yenə how-nu gördüksə many ya da much'dır. Meet burada sayıla bilməyən isim oldu. Ona görə much'ı seçdik. B variantı doğru oldu. Mistakes cəm isimdir. Zen var burada. Zen müqayisə dərəcəsində işlənir və B variantı doğrudur. Yəni mistakes cəm isimdir və müqayisədədir. Little, less-i çıxdıq çünki ikisi də eyni şeydir. Most əksəriyyət deməkdir. Most yəni ya burada əksəriyyət mənasını verir. Zəndə işlədə bilmərəm mostu. Few ilə few-ın arasında qalırıq. Müqayisə olduğuna görə B variantı doğrudur. Money sayıla bilməyən isimdir. Only a little-la işlənir. 4-ü götürə bilərəm. Much-ı götürə bilərəm. Less-i götürə bilərəm. Few ilə plenty of-la işlədilməlidir. Olmayacaq. Qalır buradan 3-4-5. Baxaq görə 3-4-5 A variantındadır. Növbəti suala baxırıq. Növbəti sualımız mistakes cəmdə olan bir isimdir. Cəmdə olan a lot özündən sonra isim gətirmir. Much sayılmayan isim gətirir. Fewer, plenty of-la many ikisi də eyni şeydir. Baxaq burada cümləyə. My daughter got a better mark for her last composition because she had elə burada plenty of-la many-də çıxsam qalacaq. Fewer daha az səhvləri olduğu üçün deyir ki, daha yaxşı qiymət alıbdır. Düzgün variant Y variantıdır. 114-cü sualda incorrect, yəni səhv variantı tapırıq. Apples cəmdə olan bir isimdir. Cəmdirsə much-ı, ailə much doğru variantımız olacaq. Bizə incorrect-i tap deyir. Incorrect B, C, D, Y hamısı özündən sonra cəm isim gətirir. A variantı isə sayılmayan isim gətirir. Apple isə sayıla bilən isimdir. 115-ci və sonuncu suala baxırıq.
Deyir ki, how many variants are correct? Neçə variant doğrudur? Many papers bilirik ki, qəzet mənasını verir. Qəzet mənasını verdiği zaman cəmləşdirə bilirik. Bir doğrudur. Many times dəfələrlə deməkdir. 2, 3 doğrudur. A little lights deyə bilmərik. A little özündən sonra sayılmayan isim gətirir. Lights es qəbul edibsə, deməli sayılıb cəmlənibdir. Olmaz. 5 səhvdir. Several glass. Several özündən sonra cəm isim gətirir. Glasses olmalıydı. Much paper verə bilərik. Paper, bəzi isimlərimiz var. Glass kimi, paper, iron, work, time, hair kimi isimlərimiz var. Onlar mənalarına görə həm sayılan, həm sayılmayan olur. Paper sözü vərəq, kağız mənasında material olduğuna görə sayılmır. Amma papers bir də qəzet mənasında olduğunda biz bunları saya bilirik. Many papers verə bilirik, çoxlu qəzetlər deməkdir. Much paper, çoxlu vərəq, kağız mənasında götürə bilirik hər ikisini. Deməli, buradan 3 dənə doğru oldu. 3'ü doğru oldu. Yəni C variantı doğrudur. Bu qədər bu təyin edicilər haqqında olan güvən test toplusunun sualları idi. Ümid edirəm ki, bütün sualları başa düşdünüz. Başa düşmədiklərinizi isə sual bölməsindən soruşa bilərsiniz. Sağ olun.